Değerli dostlar, Eldar severler, akşamınız hayır olsun. Her birinizi 11 ay sultanı olan bu Ramazan bayramının ilk gününde salamlayıram. Her birinize hoş günler arzuluyuram. Koy tuttuğunuz oruç, kıldığınız namaz, ettiğiniz dualar Tanrı dergahında kabul olunsun. Değerli dostlar, bildiğiniz kimi Eldar İsmail Böyüktürk'ün vefatından 5 yıl ötür. Bu 5 ildə xalqın sevgisindən, elin məhəbbətindən yaşayan, yaradan böyük şairin fiziki ölümündən sonra da o əbədiyyətə qovuşandan sonra da yaşamaq haqqı qazandı. Əsl şairlər yaşayandan sonra, öləndən sonra, fiziki ölümündən sonra yaşayan şairlərdir. Bax bu bizim değerli şairimiz, Türk dünyasının milli değeri olan Eldar İsmail da öz benzersiz yaratıcılığıyla, değerli şəxsiyyətinlə ebedi yaşarlıq kazanır. Onun ruhu şad olsun, Allah rəhmət eləsin, ebedi mekanı cennet olsun. Hayatta herkesin bir hayat kredosu olur. Eldar İsmail da öz yaratıcılığıyla, öz şəxsiyyətinlə özünə əbədi taxt durdu. O vətən sevgisindən, millət dərdindən millət dərdi çəkə-çəkə əbədiyyətə qovuşdu. Səməndər qışı kimi külə döndü. Onun vəfatından sonra Eldar Ocağı yarandı. Çünkü o sağlığında da insanları birbirine qovuştururdu, birbirinden dostluq əlaqələri yaradırdı. Bu dostlar elə onun vəfatından sonra da birləşdilər, belə bir müqəddəs ocaq yaratdılar. Bu ocaq da sanki bir ailədir. Mən belə başa düşürəm. Bu ailədə dəyərli dostlarımız var. Hər birinizi buradan bir daha salamlayıram. Həmişə dəyərli olasınız. Çünki bu ocaqda olan dostlarımız Eldar İsmail Böyüktürk'ün şəxsiyyətinə böyük hörmətlə, böyük sədaqətlə yanaşırlar. Bu ocaqda birləşiblər. Her gün onun əziz və unudulmaz xatirəsini yad eləyirik hər birimiz. Eldar İsmail demək xoşbəxt şairlərdəndir ki, fiziki ölümündən sonra da yaşayır. Bax bu ocaqda olan değerli dostlar ona böyük sevgi ilə ölümündən sonra da əbədi bir sözdən heykel qoydular. Bax özündən sonra özün getdin, sözün qaldı kitabını görürsünüzmü? Görünür bu kitap. Görünür. Bu kitabı sonra sensiz seninle burada bizim değerli dostlarımızın şiirleri, megaleleri, Banu Hanım'ın da burada megaleleri var. Her birinizin bak burada imzası var. Bu büyük şaire olan el sevgisinin, el muhabbetinin tezahürüdür. 3. kitapta bak bu ocağın değerli üzvü, bizim en yakın ürək kızdırdığımız değerli kardeşimiz, bizim Türkiye'nin Manisa şehrinden olan Bayraməli kardeşimizin Eldar İsmail'in qüvvətdə parlayan kılınç eserini çevirdi Anadolu Türkçesine ve bu kitapta ışık yüzü gördü. Bu kitabı da indi elektron varyantını bütün dostlara, Türkiye'de yaşayan bütün dostlara göndermişik. İnşallah Allah'ın köməkliğiyle bu kitaplar da yəqin o dostlara bir də çatar. Hem de ben çok istəyərəm ki, onun elektron varyantı bütün kitapxanalara, dövlət kitapxanalarına çatdırılsın dostlarımızın vasitəsilə. Bir de o dostlara ki, hamısı görsünlər ki, 20-ci əsrdə Qərbi Azərbaycanda Azərbaycan türklərinin başına ermənilər hansı fəlakətləri gətiriblər. Bu bizim tariximizdir. Bu tarixi heç vaxt unutmaq olmaz. Ona görə də mən bizim değerli qardaşımıza bu əməyinə görə, zəhmətinə görə çox təşəkkür edirəm. Öz adımdan, Eldar müəllimin bütün qohumlar adından, bütün değerli ocaq üzvləri adından ki, hamımızın arzusunu o reallaşdırdı.
ve bu kitabı Anadolu Türkçesine çevirdi. Qələminiz yazar olsun, canınız sağlam olsun benim değerli kardeşim. Çok sağ olun Zehra abla. Çok Eldar sağ olun. İsmail elə bir ömür yaşadı ki, o ömrü vallahi her adama nasip olmur. O özünün yazdığı kimi deyir ki, ne yaşadım, Eldar kimi yaşadım. Diye keşmekeşli bir ömre koşuldum. Gemi soğup sevincime tuş oldum. Yaydan öttüm, payız oldum, kış oldum. Kışımı da bahar kimi yaşadım. Ne yaşadım? Eldar kimi Eldar yaşadım. kimi yaşadım. Bəli, ürək verdim ürəyimin oduna. Eğilmedim vazifeler adına. Vele soğup çevrilmedim oduna. Palıç kimi, çınar kimi yaşadım. Ne yaşadım? Ne yaşadım? Eldar kimi Eldar kimi yaşadım. yaşadım. Ertesinin şeref sana vermedim. Namus kadar uca zirve görmedim. Cilden cilde, dondan dona girmedim. Başı qarlı dağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Dediler ki talayanlar kazandı. Kazan dibi yalayanlar kazandı. Kuyruğunu bulayanlar kazandı. Eğilmeyen vügar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Eldar kimi yaşadım. Eğilmeyen vügar kimi yaşayan. Eldar kimi yaşayan. Ve bu millet derdinden böyük Azerbaycan poeziyasına inciler bəxş eləyən bu değerli sənətkarımızın, değerli söz adamının ruhu şad olsun. Ocağında değerli dostlarımız həmişə var olsun. Ben inanıram ki, ne kadar ki bu değerli dostlarımız var. Eldar müəllimin ocağının ışıkları gür yanacaq. Eldar müəllim unudulmayacaq. Eldar müəllim ebedi yaşarlık kazanıp ruhu bir daha şad olsun. Ben elə bilirəm ki, burada bütün dostlarımızın bugün demeye sözü çoxdur. Ona göre mən qısa eləmək istəyirəm ve sözü birbaşa Banu Hanım'a vermək istəyirəm. Buyurun Banu Hanım. Ona göre de babana okşayır ben. Sen de okşayırsın Orada kim danışır? Kim danışır orada? Salam əzizlərim, axşamınız xeyir. Bu möhtəşəm tədbirə başlamamışdan əvvəl mən də öz adımdan, qəlbən, içimdən gələn sevgi ilə qardaş dediyim Bayraməli bəyə çox-çox təşəkkür edirəm. Bu Bayraməli bəyin bu kitabı bizim ocağa olan sonsuz sevgisinin dəyəridir. Eldar İsmail ocağına verdiyi dəyərdir və özünün dostluq vicdanının səsidir. Bir qoy min götür qardaşım, sən Eldar İsmail səsini o əsərinlə bütün türk dünyasına, hətta Turana kimi yaydın, var. Bugün mənim də qismətimə düşən Eldar müəllimin yeni həmişə mənim dəsə qismətimdədir. Məndən ötürü Ermənistan yoxdur. Və Söylə xanımın göstərdiyi kitabda Eldar İsmail yaradıcılığında mənim vətənpərvərlik mövzusunda məqaləmdir. Həmin məqalədə də bu şeirin bir hissəsinə toxunmuşam. Amma bugün burada bu gün də hamımız üçün öncül olan, hamımızın yarası olub sızlayan, qəlbimizdə göyçə harayı olan bir yurdun oğlunun işığına toplaşmışıq. Allah rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun. Ataların bir sözü var, deyir, əzizi ölən bir müddət ağlayar. Amma vətənini itirən bir ömür. Eldar İsmail belə bir şam ömrü yaşadı. İndi də ruhu sızlayır. Mənə elə gəlir ki, nə vaxt göycəyə qayıtsaq, o zaman Eldar İsmailin ruhu da sızlamayacaq. O zaman şad olur. Məndən ötürü Ermənistan yoxdur, yox. Mən bu şeiri çox yüksək dəyərləndirir və qırmızı terrorun Azərbaycanda parçala və hökmü sür siyasətini təkcə Cənubi Azərbaycanda deyil, Şimali Azərbaycanda deyil, eyni zamanda Qərbi Azərbaycanda apardığı siyasətin kəskin ifşasının güzgüsü adlandırıram. Bu ifşada təkcə bir Eldarın yox, milyonlarla Eldarın, yəni Qərbi Azərbaycanın harayı var, haqq səsi var, arzusu var, tələbi var, bu dünyaya ehtirazı var, istismarçı dünyaya ehtirazı var. Eldar İsmail həmin şeirində dövlətçilik tarixi 200-dən çox olmayan və Rusiyanın qondarma siyasətindən Ermənistan dövləti yaradan Ermənistana, məndən ötürü Ermənistan yoxdur, yox,
şeiri ilə öz söz mühürünü vurur, öz bədii mühürünü vurur, haqsızlığa etiraz mühürünü vurur. Şeirin birinci bəndi belədir. Deyir ki, inanmıram şeytanların sözünə. Bilinməyən o yaxşılıq ölübdür. Yağlı dili saxla, qalsın özünə. O kirvəlik, o qonşuluq ölübdür. Məndən ötürü əhdi peyman yoxdur, yox. Baxın, bir şairin etirazı bu 3 dəfə deportasiyaya uğrayan Göyçə xalqının, Qərbi Azərbaycanın harayıdır. Burada nə dostluq var, nə kirvəlik var, nə qohumluq var. Burada hiləlik var, Rusiyanın iki siyasəti var, erməninin xainliyi var, arxadan vurması var. Şairin bəndinin birində də deyir ki, bu diyarda xətainin qılıncı, telli sazın şirin dili olubdur. Şiş qayalar, igidlərin balıncı, bu torpaqda Göyçə adlı göl olubdur. Mən bayaq dedim, yuxarıda dedim ki, öz tarixi yerlərin adını verir. Hətta yamaçların, göllərin, çayının adını verməklə Eldar İsmail söz xəritəsi çəkir. O xəritədə o yurt yerlərinin adını verir. Bu torpaq, bu yurt mənimdir deyir. O mənim təkcə bir nəfərin deyil, milyonlarla Qərbi Azərbaycanlılarındır. Məndən ötürü Sevan gölü yoxdur, yox deyən Eldar müəllim zaman-zaman Rusiyanın əli ilə ermənilər tərəfindən qıyma-qıyma doğranan, bölünən, o da yandırılan, kürəyinə qaynar samvar bağlanan, insanları zorla deportasiya edən ellərin harayı var. Göyçəlilərin ahı var, nailəsi var, yaşam faciəsi var. Yurt adlarını dəyişdirən ermənilərə, dədə-baba ocaqlarının deportasiya edənlərə haqsız iradı var. O torpaq, o yurt, o körpü, o məkan mənimdir deyir. Onun şeirinin o biri bəndində Eldar müəllim torpağımız qıyma-qıyma doğranıb, sinəmizə yad gülləsi dəyibdir. Bir oba var, qədim Qazaq yurdunda, babam ona Karvanqara deyibdir. Məndən ötürü İcevan da yoxdur, yox. Karvanqaranın adını İcevan qoymağına Eldar müəllimin kəsin etirazıdır. Zəngəzur, Dərələyəz ovalarının, yurtlarının, İrəvan tarixini vərəqləyən şairin haqq səsi var bu şeirdə. Tarihi haqq səsi, faktiki haqq səsi, etiraz haqq səsi var. Zəngəzurun saçlarına düşübdən bu fəlakət tariximin inadı. Dərələyə sinirlərmi tarixdən? İrəvandır İrəvanın öz adı. Məndən ötürü burada Sevan yoxdur, yox. Qədim Göyçə gölünün adını dəyişib Sevan eləməyə şairin kəskin söz etirazıdır. Şairin və onun doğma elinin yayda yaylağı, qışda oylağı olan, sinəsində təbiətin min bir neyməti çağlayan, Ağbulaq yaylaları, Ağbulaq çayları, Ağbulaq bulaqları, Göyçə dağlarının Göyçənin yağlara verilməsindən danışır, buna kəskin etiraz edir. Dişli ilə, dırnağı ilə yurt yuva salan, ocaq tikən, mal-mülk sahibi olan xalqın bir gecədə hər şeyin əlindən alması Eldar İsmailin böyük etirazıdır. O Eldar İsmail Zəngəzurun saçlarına düşübdən bu fəlakət tariximin inadı. Dərələyə silinərmi tarixdən? İrəvandır İrəvanın öz adı. Məndən ötürü İrəvan yoxdur, yox. Bu yoxlar etirazlar elin fəryadıdır. Göyçəlilərin fəryadıdır. Qərbi Azərbaycanın fəryadıdır. Otsuz ocaqsız yanan şairin ürəyinin öz nailəsidir, fəryadıdır. Eldar müəllimin hakimiyyət dövründə susanlara qarşı qəti etirazdır. Vəzifədən yana bir torpağı satanlara acı üsyanıdır. Üzünə vurulan onun nədir yaxı? Etiraz əlaməti ilə mən qanıram, ay qanımaza deməsinə gətirib çıxarır. Qılıncımı vaxtsız qoysam qınıma, bağışlamaz torpaq məni, yer məni. Gərək şadı, mən bələyim qanına. Məndən ötürü bir düşman var, erməni. Məndən ötürü özcə düşman yoxdur, yox. Qərbi Azərbaycanın yurt yarlarını dəyişən ermənilərə bəğ etirazını dedim, bir də onun sözü ilə demək istəyirəm. Məndən ötürü Oğuz dilli min oba, Göyçə adlı bir arzu var, dilək var. Məndən ötürü Vedi Basar, Ağbaba, Dərə Çiçək, Zəngi Basar, Pəmməç var. Məndən ötürü Ermənistan yoxdur, yox.
bu şeiri ilə düzdür, mənim qismətimə başqa bir şey də çıxmışdı, ancaq burada demək istəyirəm. Bu şeiri bağlayıram onun Hanı şeirinə. Həmin Hanı şeirində də yenə Eldar İsmail böyük bir elin öz yurdundan zorla deportasiya edənlərin harayına haqq səsini dünyaya yayır. Rus imperiyasının iç üzünü, erməni siyasətini dəstəkləməsi ifşa olunur. Ulu Oğuzlardan yadigar qalan, dar gündə qolunu boynuma salan, tüstü gözümün mərhəmi olan Dədə Baba yurdum, ocağım hanı? O hanıya cavabı bugün bizim milli ordumuz, bugün bizim dövlətimiz verməlidir. Mən elə güman edirəm ki, yaxın vaxtda Zəngəzurun açılışı bizim Göyçəyə gedəcək yolumuzun başlanğıcı olacaq. Bizim Turana gedimiz yolunu olacaq. Türk dünyasının sərhəddə kimi dünyaya çıxışı olacaq. İnşallah Göyçə yurdu yad ellərdən azad olub, belə bir Eldar müəllimin növbəti yubileyini isə o torpağın, o yurdun həsrətindən son qoyub onun sevgisiyle danışarıq. Çox təşəkkür edirəm. Mənim payıma düşən budur. Minnətdaram. Gecəniz xeyrə. Sağ ol. Teşekkür ederim Banu Hanım. Çok sağ olun. Növbəti söz Bela Hanımındır. Buyurun Bela Hanım. Mən də salamlayıram Eldar Ocağının bütün heyətini, başta Zöhrə xanım olmaqla. Bugün Zöhrə xanım dediyi kimi xalqımızın həyatına müqəddəs Ramazan ayı daxil oldu. Ramazan günləri gəldi. Hər bir kəsi bu gəlişi münasibətilə, Ramazanın gəlişi münasibətilə təbrik edirəm. Hər kəsin tutduğu oruc, namaz qəbul olsun Allah tərəfindən deyirəm. Və Eldar müəllimin vəfatından 5 il ötüb. Nə qədər xoşbəxt bir insandır ki, onun bugün vəfatının anım günü oruçluğun ilk günüyle yəni qoşa oldu. Eldar müəllimin ruhu şad olsun. 5 ildir bu gözəl insanlar Eldar müəllimin yaradıcılığını gündəmdə saxlayır. 5 ildir Eldar müəllimin ünvanına səhərdən axşama rəhmət söylənilir bu insanlar tərəfindən. 5 ildir Böyük Türk dünyasının ustad şairi Eldar İsmail'in gündəmdə saxlanılmasında Zöhrə xanım başda olmaqla hər kəsin payı var. Bu da onun xoşbəxtliyidir. Eldar müəllimin xoşbəxtliyidir ki, onun dostları onu yaşadır, onun yaradıcılığını yaşadır. Təbii ki, mən də bilirəm ki, mənim də biraz burada payım var. Zamanımız çox azdır, bilirəm. Qoy Allah onun ruhunu şad eləsin, məkanı cənnət olsun. Bizə də hamımıza Allahdan can sağlığı diləyirəm ki, Eldar müəllimin bundan sonra da bax belə xatirəsini yad edək, anım günlərini keçirək, onun adına, yaradıcılığına layiq olan online ya real görüşlərlə onu yad edək hər zaman. Zöhrə xanıma təşəkkür edirəm bu tədbiri bugün təşkil etdiyinə görə. Zöhrə xanım hər zaman dostuna öz vəfasını, etibarını bax beləcə qoruyub saxlayır. Eldar müəllim haqqında təbii ki, Banu xanım çox geniş danışdı. Mən onun yaradıcılığını xırdalamaq hüququnda da deyiləm. Ona görə mən də indi iki şeir ona həsr eləmişdim. Bir Eldar İsmail, bir də Eldar Ocağı. Eldar Ocağı barədə bir şeir yazmışdım. Çünki indi dediyim kimi bu ocaq müqəddəs ocaqdır. Pirə çevrilmiş bir ocaqdır. Eldar müəllimi gündəmdə saxlayan ocaqdır. Onun adını sosial şəbəkələrdə gündəmdə saxlayan bir ocaqdır. Ona görə mən də özümə borc bilib Eldar Ocağına bir şeir həsr etmişdim. Onunla çıxışımı bitirmək istəyirəm. Çevrildin ocağa, çevrildin pirə. Rəhmət diləyirik hər gün şairə. Qeyd olur ad günü, bayram, sairə. Adınla yaşayır Eldar Ocağı. Toplaşıb buraya hər yerdən dostlar. Adını hörmətlə anırlar onlar. Getdikcə qızışır, gür yanır şamlar. Adınla yaşayır Eldar Ocağı. Zöhrə şeirinlə açır səhəri. Minib köhlən atı tutur yəhəri. Sənsiz kövrəlsə də boğur qəhəri. Adınla yaşayır Eldar Ocağı. Müqəddəs olubdur bu ad, bu ocaq. Ömürlük tarixdə adın qalacaq. Eldarı sevənlər yada salacaq. Adınla yaşayır Eldar Ocağı. Sənsiz yaşayırıq
evində sənin. Qeyrət simvolusan ulu Göyçənin. Böyük türk oğlusan doğma vətənin. Adınla yaşayır Eldar ocağı. Bu adı yaşadan dostlar var olsun. Rəhmətin Allah'tan ruhun şad olsun. Mənzilin, məkanın qoy cənnət olsun. Adınla yaşayır Eldar ocağı. Eldar ocağının bütün üzvlərinə Zöhrə xanım başda olmaqla sağlıqlı ömür diləyirəm. Hər kəsə güc, enerji diləyirəm ki, bu dahi şairin, ustad şairin xatirəsini bax beləcə hər zaman yad edək və onu gündəmdə saxlayaq. Ruhuna Fatihə. Sağ olun diqqətinizə görə. Teşekkür ederim. Sağ olun. Təşəkkür edirəm Leyla xanım, var olasınız. Allah ustadımızı rəhmət eləsin. Siz də Allah can sağlığı versin ki, onu ocaq yaratdınız. Ocaqda olanların da hər birinin canını sağ eləsin Allah. Eldar müəllimə bir şeirim var, onu demək istəyirəm. Ölməz oğulsan. Buyur. Göyçə ellərindən köç etdin ustad. Yağı qonşuların əlindən ustad. Hesab kitab çəkdin haqqam deyənlə. Böyük türk oğlusan. Böyük türk adını daşıdın ustad. Ələskər yurdunun böyük oğlusan. Neçə haqsızlıqlar görüb yazmısan. Nadürüst insanlar incidib səni. Böyük türk oğlusan. Böyük türk oğlu tək öndə durmusan. Sən haqdan gələnsən, haqqa dayaqsan. Son sözü deyirsən, qoca qorxutsan. Yoldan çıxanları yola gətirdin. Eldar İsmailsan, türkün oğlusan. Ölümünlə yandırdın dostu tanışı. Dostların aradı neçə tanışı. Adına, sanına ocaq açdılar. Eldar İsmailsan, türkün oğlusan. Böyük türksən, türkün ölməz oğlusan. Eldar İsmailsan, türkün oğlusan. Böyük türksən, türkün ölməz oğlusan. Məkanın cənnət olsun ustad. Dünya var, sən də varsan. Ölümsüz yaşayanlardansan. Sağ olun, hər birinize təşəkkür edirəm. Sağ olun, var olun. Buyurun. Sağ olun. Sevda danışdığında Yaqub bəy açana qədər. Axşamınız bir də xeyir dəyərli dostlar. Mən də öz növbəmdə Göyçənin danışan dili olan Eldar İsmail Böyüktürkə Allahdan rəhmət diləyirəm. Eldar müəllimin ocağını gür yandıran dəyərli dostlara çox sağ olun deyirəm. Başda Zöhrə xanım olmaqla. Zöhrə xanımın bu işdə o qədər belə əziyyəti var ki, hər gün, hər səhər Eldar müəllim bir şeirinlə açır sabahı. Var olsun. Hər birinizə təşəkkür edirəm. Eldar müəllimin bir şeirini səsləndirəcəm sizə. Səpilər qəribin duz yarasına. Yurdumuz bayquşun caynağı altda. Obalar dil deyib ağlayır orada. Ölənlər vətənin torpağı altda. Dirilər həsrətdir bu ana yurda. Daşları hayqırar, suları yanar. Bu yurdun fəryadı qulağa yetməz. Didərgin analar yollara qonar. Ürəkdən keçən söz dodağa yetməz. Deyirlər o yollar keçilməz olub. Keçilməz olubdu, atam keçilməz. O şərbət suları içilməz olub. İçilməz olubdu, atam içilməz. Nə əldən tutan var, nə qəlb ovudan. İgidlər tablamır söz yarasına. Qoçaq mı görəsən təhqiri udan. Səpilər qəribin duz yarasına. Dünyada min oyun, min bir əngəl var. Tarix bir də dönüb dilənçi olmaz. İnsanlar qəfildən didərgin olar. Didərgin qayıdıb dilənçi olmaz. Yurdumuz bayquşun caynağı altda. Yağılar atını oynadır orada. Nə qədər o torpaq durulanmayıb, nifrin yağdırıram o ana yurda. Çal mənim dərdimi çaldığın kimi. Dörd ildə üzünü görə bilmədim. Viran qal, ağ bulaq qaldığın kimi. Bizə bir qəbir də verə bilmədin. Bizə bir qəbir də verə bilmədin.
Özümün də Eldar müəllimə yazdığım bir şeiri səsləndirmək istəyirəm. Eldarsan, qaynayan çeşməsən, billur bulaqsan, axıb ümmanlara dolan Eldarsan. Şəfəqin dünyanı isidən nurdur, göydə günəşə tay olan Eldarsan. Sənət meydanına düşdün zər kimi, girdin oğul kimi, çıxdın ər kimi, ustad alı kimi, ələsgər kimi, sevən könüllərdə qalan Eldarsan. Yolun uluların getdiyi yoldur, ən gözəl meyarın halallıq oldu. Təbin haqdan gəlib ruhuna doldu, ürəklərdə məskən salan Eldarsan. Rahatlıq gəzmədin şöhrətdə, şanda, bitib tükənmədi həsrətin canda. İndi uyuduğun bu torpaqdan da göyçənin ətrini alan Eldarsan. Sevdayam, küləklər oxşar közünü, öpər cəhlimlərdə qalan izini, itirib yurd adlı bənzərsizini, doğma ağbulağı talan Eldarsan. Doğma ağbulağı talan Eldarsan. Allah hər birinizi var eləsin. Bir daha hər birinizə Eldar müəllim bir qohumu kimi, kətisi kimi, yaxını kimi hər birinizə təşəkkür edirəm. Çəkdiyiniz əziyyətə görə hər biriniz var olun. Allah sizə sağlam, bərəkətli, gözəl ömür versin. Yaradıcılıq uğurları arzulayıram hər birinizə. Çox-çox təşəkkür edirəm sizlərə. Sağ ol Sevda xanım, çox sağ ol. Gözəl şeirinə görə də, gözəl səsləndirməyə görə də təşəkkür edirəm. Arif müəllim yaxındadırmı görəsən? Buyurun. Axşamınız xeyir olsun. Bir daha hər birinizi salamlayıram. Eldar İsmail Axşamınız Böyük Türk ocağına yığışan, bu ocağın ətrafında olanlarını hər birini salamlayıram. Var olun. İllərdir ki, Eldar İsmailin xatirəsini böyük ehtiramla yad edirsiniz, xatırladırsınız. Onun şərəfinə, onun ehtiramına tədbirlər təşkil olunur. Zöhrə xanım başda olmaqla bütün o aktiv üzvlərinə təşəkkür edirəm bir daha. Çox təəssüf edirəm ki, mən çox vaxt qatıla bilmirəm müəyyən səbəblərdən. Və bu günlərdə Eldar İsmailin xatirə işığına xəbəriniz var yəqin bir kitabla gəlmişik. Bu deməli Eldar İsmailin Zülmətdə parlayan qılınc romanını Türkiyə türkçəsinə çeviribdi. Mən Bayraməli hocamıza böyük təşəkkür edirəm. Çox böyük zəhmət çəkibdi. Oradan da onun o tərcüməsində o qədər gözəl, ürəkdən çevirib ki, bütün o şeirlər, şeir misraları hamısı öz yerindədir. Çox gözəl təşəkkür edirəm bir daha Bayraməli hocamıza. Çox sağ olun, çox təşəkkür Var ederim. olasınız. Çox böyük zəhmət çəkibdi. Bir daha hər birinizə təşəkkür edirəm. Eldar İsmail elə bir şəxsiyyətdir ki, o daim anılır, yad olunur və illərdir ki, o unudulmur və ən böyük insanın xoşbəxtliyi odur ki, ölümündən sonra yaşayır. Yəni əsərləri ilə, sözü ilə yaddaşlarda qalıb və onu yaşadanlar, dostlar, əzizləri də həmişə Eldar İsmailin xatirə işığında öz ürək sözlərini deyirlər. Onu heç vaxt unudulmağa qoymurlar. Bugün mən də elə bu tədbirdə Eldar İsmailin kiçik bir şeiri ilə onu xatırlamaq istəyirəm. Bəlkə də gənclik illərində yazdığı bir şeiridir. Bəlkə də 3 bətdən ibarət o şeiri istəyirəm sizin diqqətinizə çatdırım. Ay qardaş, el oğlu, başına dönüm. Ayım da, ilim də Azərbaycandır. Mənim məmləkətim, ürəyim, canım, ağzımda dilim də Azərbaycandır. Halal mayadandır odum, ocağım, bərəkət kanıdır. Aranın, dağım, mənim Naxçıvanım, öz Qarabağım, Muğanım, milim də Azərbaycandır. Eldaram, varlığım vətəndir, vətən. Xalqın oğluyam əzəlki gündən. Soruşma kəndimi, mahalımı sən. Obam da, elim də Azərbaycandır. Obası da, eli də Azərbaycan olan Türk dünyasının böyük şairi, böyük yazıcısı Eldar İsmailin xatirəsi həmişə qəlblərimizdə yaşayacaq və gələcək nəsillərə çatdırılacaq. Ruhu şad olsun, məkanı cənnət olsun. Allah sizlərə sağlam ömür bəxş eləsin. Var olun. Təşəkkür edirəm Arif müəllim. Biz xoşbəxtik ki, Eldar müəllimin sizin kimi dəyərli, sədaqətli dostları var və bu ocaqda toplaşıblar və onun irsinin öyrənilməsinə, təbliğinə, onun əsərlərinin yaşanmasına, şəxsiyyətinin qorunub saxlanmasına bir vəsiləsiniz.
Sizin de varlığınıza min şükür. Ne yaxşı sizin kimi dostlarımız var. Biz sizle fəxr edirik. Allah Var sizə olun, var sağlık olun. ömür versin. Çox təşəkkür edirəm. Var olasınız. Növbəti sözü Yaqub müəllimə verirəm. Buyurun Yaqub qardaşım. Bir daha axşamınız xeyir olsun, dəyərli dostlar, hər birinizi salamlayıram. Eldar müəllimin bu anım gününə yığışdığınıza görə hər birinizə dönə-dönə təşəkkür edirəm. Allah hər birinizi var eləsin. Mən də vaxtınızı çox almaq istəmirəm. Eldar müəllimə dünyasını dəyişəndən sonra həsr etdiyim bir dənə şeiri səsləndirmək istəyirəm. Parlaq ulduz məzarına pərvanədir. Dostlarının sədaqəti əfsanədir. Şairlərin şeirləri dürdanədir. Xəbər verim, nələr olur Eldar sənsiz. Bir gözəl var, ürəyindən yaralanıb, qəm-kədərli şeirləri sıralanıb, sən gedəli, ömrü günü paralanıb, günü gündən rəngi solur Eldar sənsiz. Azəroğlu gözlərində yaşa döndün, haq yolunda düşmənlə savaşa döndün, könlün açıq, sən özün sirdaşa döndün, ocağına kimlər gəlir Eldar sənsiz. İdris bəyin qəzəlləri Füzulidən mayalanıb, Kərkükün ətri duyulur, boyalanıb, Zeynəb edir qiraəti, həyalanıb, Turanı yadına salır Eldar sənsiz. Ələskəri araşdıran davar çıxıb, nəzərində şax dağım hamavar çıxıb, Göyçəmizə xislətində nə var çıxıb, namərd indi göyçə silir Eldar sənsiz. Tənha qoydun təvəkkülü, boynu bükük, səltənətdən ayrı düşdük, qırıq, sökük, əkilməmiş xozan yeri, susuz ləkik, kimlər bizi yada salar Eldar sənsiz. Yusif küskün ocağına əli yetmir, qayğıları başdan aşır, vaxtı çatmır, Ağbulaqdan su içinlər dostu satmır, ürəyindən iskil qalır Eldar sənsiz. Həmid Gəncə ustadından dərs götürüb, Füzuliyə hürənləri başa salıb iş bitirib, vədəsində naşını haqqa gətirib, xəyalında bizlə qalır Eldar sənsiz. Arxasında dayanıbdı bəz qalası, ürəyində çırpınır Turan havası, şairin bütöv Azərbaycan davası, yaddaşlarda yuva salır Eldar sənsiz. Nuralanın sətirləri qan ağladı, Uyğur elim yaş döktü, qara bağladı, Tanrı görmür, qisməti hara bağladı, körpələri yetim qalır Eldar sənsiz. Sakit durub qulaq verin həzin səsə, Səməndər də özün vurur oda közə, ağı deyib yas saxlayıbdır əzizə, Üzü gülmür, şivən salır Eldar sənsiz. Qəzənfərin söz yükündən şələsi var, bu dünyanın kərəm üçün tələsi var, Göyçə adlı əslisi var, lələsi var, əli yetmir, alovlanır Eldar sənsiz. Söz mülkündə Aslanxanlı dastan imiş, sinə dəftər, soyu kökü aslan imiş, qarşısında baş əyib durdum kirimiş, danışdıqca gözü dolur Eldar sənsiz. Ocağının Göyçə adlı sarası var, sinəsində Eldar adlı yarası var, səsi şirin, həzin ciyərparası var, dinləyirəm, közü qalır Eldar sənsiz. Rüxsarənin sözlərindən zövq alıram, kövrəlirəm, Göyçəni yada salıram, vaxtım azdır, hamıdan geri qalıram, bir deyirəm, yüzü qalır Eldar sənsiz. Banu xanım hər cəhətdən məlumatlı, inci kimi sətirləri, qələm iti, təbi atlı, hikmət tapır dərin yerdən 7 qatlı, kainatdan qidalanır Eldar sənsiz. Gözün aydın, Bela xanım şeir yazır, xəyalları söz axtarır, inci gəzir, yeni qanat açan şahin elə süzür, ürəyimə ümid salır Eldar sənsiz. Akşinin Erdoğan şeiri beynəlmiləl, bədirləndi, işıq saldı, oldu hilal, Həsən xəyallı uzağı olsun halal, fikrində Eldar dolanır Eldar sənsiz. Çiçək olar Ağbulaqda bitmək üçün, bülbül olar cəhcəh vurub ötmək üçün, nədən keçməz sevda yurda getmək üçün, sinəsində od qalanır Eldar sənsiz. Bağışlayın, söhbətim yaman uzandı,
Ocaq Eldar ocağıdır, hamı qandı. Kimin adını çəkmədim bir ümmandır. Ocağında tufan salır, Eldar sənsiz. Dostlardan söhbət açanda söz bitərmi? El yolunda can qoyanlar iz itərmi? Kəlmələrim gedib ustada yetərmi? Mənim üçün sirli qalır, Eldar sənsiz. Kəlmələrim gedib ünvana yetərmi? Mənim üçün sirli qalır, Eldar sənsiz. Diqqətinizə görə təşəkkür edirəm dostlar. Teşekkür Var ederim. olun. Sağ ol, var ol. Biz Siz teşekkür de sağ ederiz. olun, Çok var güzeldi. olun. Değerli dostlar, Türkiye'den, Antalya'dan bizim değerli kardeşimiz Eldar İsmail Böyüktürk'ün sədaqətli dostu, sədaqət rəmzi olan Yahya Azəroğlu səhhətinlə bağlı bu tədbirə qoşula bilməyib. Amma o bugün paylaşım eləyib Ulu Göyçə səhifəsində, öz səhifəsində Eldar İsmail haqqında bir şeir yazıb. Mən də həmin şeiri Eldar İsmail WhatsApp qrupuna atmışam. Siz o şeirlə orada tanış ola bilərsiniz ki, o səhhətinin belə vaxtında da öz sədaqətli dostunu, dəyərli dostunu unutmayıb, ona olan sevgisini sözə çevirib, ona sözdən heykəl düzəldib. Və bu gün də bizim aramızda, bizim sıramızda yenə Türkiyədən, Manisa şəhərindən, qəlbi bizlə bir olan, qəlbi Azərbaycanla döyünən, Eldar ocağından döyünən bir gözəl şairəmiz var. Bizim Özlem xanım bugün Eldar müəllimin ocağındadır. Eldar müəllimin bu anım günündə, xatirə günündə onun da deməyə sözü var. Buyurun Özlem xanım, sizi dinləyirik. Hepinize tekrar iyi akşamlar, selamlar. Ben de Türkiye'den, Manisa'dan Özlem Çetin, yine Eldar Büyüktürk Ocağı'nın mensuplarındanım. Sizleri tanımaktan çok mutlu oldum. Tabii zaman zaman yine böyle görüşüyoruz, yazışıyoruz, sesinizi duyuyorum. Hepinize saygılarımı gönderiyorum. Çok zaman almak istemiyorum. Büyük Üstad Eldar Büyüktürk'ün bana Zöhre hocamın göndermiş olduğu Dünya adlı eserini okuyacağım. Siz ne diyorsun inşallah? Benim sesim mi? Başka bir yerden ses geliyor sanki. Buyurun, buyurun. Ben niye bu tür kino vermediler? Elmira, karışma. Evet, kaldığımız yerden devam ediyorum ve ben de Eldar hocamızın rahmetli merhum üstadın Dünya adlı eserini seslendireceğim. Burada dünya ile dünyayı kişileştirmiş, karşısında bir kişi var gibi sohbet etmiş. Dünya, soruştum kim gidip senden? İtirdi hesabı hem sayı dünya. Kiminse hakkında hoş söz demedi, bir yalnız özünden savayı dünya. Kim uydu dünyanın fitne feline, inandı, aldandı, yağlı diline. Kim ki var devletin uçtu yeline, onu yola saldı, dolayı dünya. Ömrün geçen günü nağıldı, gitti, çok pelenk dizdiler, yıkıldı gitti. Men diyenler dağıldı gitti. Çok bozdu pozulmaz halayı dünya. Sözümü bir semte yöne değirem. Bu sırrı a dünya sana değirem. Eldaram demişem. Yine değirem. Havayı dünya. Türk dünyasının büyük üstadını rahmetle, minnetle anıyoruz. Bu güzel eserleri de bize bıraktığı için ruhu şad olsun. Hocam sizlerin de emeğinizi, yüreğinizi kutluyorum. Tabii ki bunlar çok maneviyatı büyük değerlerdir, hizmetlerdir. Var olun. Sağ olun. Çok Selamlar. sağ olun, teşekkür Sağ ol. ederim. Qəzənfər müəllim qayıdıb gəlib. Söz Qəzənfər Salam, müəllimdir. Akşamınız xeyir olsun değerli dostlar. Her birinizi hoş gördük. Her birinizi salamlayıram. 11 ayın sultanı olan bu Ramazan ayında sizleri görmek benim için çok hoştu. Bugün Sağ burada olun. çoktan görmediğimiz dostların
bir çoxu burada iştirak edir. Bugünkü bu tədbiri təşkil elədiyinə görə gözəl insan, vəfalı dost, Eldar müəllim dünyasını dəyişəndən bu günə qədər yorulmadan səhərdən axşama qədər, axşamdan səhərə qədər Eldar müəllimin yaradıcılığını təbliğ eləyən, onun adını daşıyan ocağı yaşadan və bugünkü bu tədbiri təşkil eləyən hamımızın əzizimiz Zöhrə xanıma təşəkkür edirəm. Çox sağ olun. Bu Zoom proqramını dəyərli dostlarımızın ürək sözlərini demək üçün bizlərin ixtiyarına verən Bayraməli qardaşımıza da buradan salamlar göndərirəm. Axşamınız xeyir olsun deyirəm və çox təşəkkür edirəm. Çox sağ olun. Eldar İsmail doğrudan da Göyçənin elə bir oğlu idi ki, onu təkcə adında yox, həm də sözlərində yaratdığı, yazdığı əsərlərində zaman-zaman əsrlərlə yaşadacaq bir oğul oldu Eldar İsmail. Eldar İsmail kimi oğullar Göyçədə mən deyərdim ki, parmaq sayı çox azdır. Göyçənin insanlarının təbii ki, hamısı dəyərlidir. Amma Eldar İsmail öz adınla, öz sanınla, öz yaratdığı, 50-dən artıq yaratdığı həm nəsr, həm də nəzm əsərlərinlə həm Göyçə tarixində, həm Azərbaycan ədəbiyyatında, Türk dünyasının ədəbiyyatında özünə heykəl quran, ürəklərdə yer eləyən bir sənətkar, bir şair ömrü yaşadı Eldar İsmail. Və Eldar İsmail'in ruhu şad olsun ki, bax bugün burada gördüyüm bu gözəl, çox dəyərli insanlar, kişilər, xanımlar kimi dostlar bəxş elədi bizim hər birimizə. Mən bu dostları Eldar İsmail'in şəxsində tanımışam. Eldar İsmail'dən qabaq təbii ki, mən tanımırdım bugün burada gördüyüm insanların heç birinin. Ona görə mən sizi tanıdığıma görə Eldar İsmail'in ruhuna hər gün, hər an rəhmət oxuyuram. Mən indi Eldar İsmail'in burada bir şeirini diqqətinizə çatdırmaq istəyirəm. Eldar İsmail yazırdı ki, sən mənə aldada bilməzsən dünya. Bu şeirində Eldar İsmail yazır ki, bu zaman çox məni sığala çəkib, gah qabağa çəkib, gah dala çəkib, başım 100 müsibət, 100 bəla çəkib, sən məni aldada bilməzsən dünya. Axtardım, aradım dərdimə məlhəm, tapdığım var dövlət, qazancım ələm, mənim iş dünyamda başqa bir aləm, sən məni aldada bilməzsən dünya. Sənsənmi təqsirli, mənəmmi suçlu, günahsız olanın binası uçdu, bir şeyin ki sonu axırı puşdu, sən məni aldada bilməzsən dünya. Aldada bilərsən cib sökənləri, bir öz qabağına köz çəkənləri, dünyanın malına göz dikənləri, sən məni aldada bilməzsən dünya. İçmə kül səpib, od bitirmişəm, ömür itirmişəm, gün itirmişəm, mən səndən bir yeyib 5 götürmüşəm, sən məni aldada bilməzsən dünya, sən məni aldada bilməzsən dünya. Eldar İsmail'in hansı şeirini qaldırıb oxusanız, bax bu oxuduğum şeir kimi bir dünyadır. Oxucunu özünə cəlb eləyən, oxucunun yaddaşına hopan, həkk olunan şeirlər, əsərlər yaradıb Eldar İsmail. Eldar İsmail haqqında nə yazılsa, nə deyilsə, düşünürəm ki, yenə azdır. Mən də Eldar İsmail'ə bir neçə şeir həsr eləmişəm və o həsr elədiyim şeirlərdən birini sizin diqqətinizə çatdırmaq istəyirəm. Varlığın alovlu, yoxluğun sərin, qılınçdan itidir sözdən kəsərin, yazıb yaratdığın hər bir əsərin, xəzinə, dəfinə, Eldar İsmail. Bir ömür çağladın, coşdun çay kimi, yenidən çıxmaq üçün batdın ay kimi, gərildin oxunu atan yay kimi, çatdın hədəfinə, Eldar İsmail. Elin dərdləri idi qəlbini didən, yurt yuva həsrətli pərişan edən, hər bahar qoşuldun Göyçəyə gedən, durnalar səfinə, Eldar İsmail. Kirkidin oxucu, həvən oxucu,
od alar közündən nəvən oxucu, nə qədər gör səni sevən oxucu, şərikdir nəfinə Eldar İsmail, şərikdir nəfinə Eldar İsmail. Mən burada diqqətinizə çatdırmaq istəyirəm ki, məclisimizin əvvəlində bir gözəl elmi çıxışınla hamımızın könlümüzü oxşayan Banu xanıma təşəkkürümü bildirirəm. Mən buradan Eldar İsmail'in adına sanki bir poema həsr eləyən, o poemada bütün Eldar ocağının hər bir üzvünün adını çəkib, onun könlünə sığal çəkən Yaqub qardaşımı salamlayıram, ona təşəkkürümü bildirirəm. Və bu 11 ayın sultanı olan müqəddəs ayda Eldar İsmail dostuma, Eldar İsmail qardaşıma ruhum şad olsun əziz qardaşım deyirəm. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm əziz dostlar. Var olun Qəzənfər müəllim. Çox sağ olun. Sizə də gözəl şeirləri söylədiyinizə görə, bax bu sədaqətinizə, bu səmimiyyətinizə, bu dostluğunuza, bu qardaşlığınıza görə təşəkkür edirəm. İnanırsınızmı? Bax burada barmaqla sayılan, insanın ürəyinə yaxın olan, insanın ürəyinə yatan insanlar var. Ona görə mən sizin hər birinizi sevirəm, çox istəyirəm. Siz mənim əzizlərimsiniz. Allah Eldar müəllimin ruhunu şad eləsin ki, sizin kimi inciləri seçib bu ocaqda özünə həyam bilib ki, etibar da, sədaqət də, insanlıq da hamısı sizdə var. Var olasınız. Bax, belə dəyərli dostlardan, əziz dostlardan, Eldar müəllimin o gözəl videolarını tərtib eləyən, hər gün mənimlə bərabər o Ulu Göyçə səhifəsində paylaşan, ocaqda paylaşan dəyərli Rauf qardaşımı dinləmək istəyirəm. Görək onun da ürək sözlərini eşidək. Buyurun Rauf qardaş. Hamınızı salamlayıram dəyərli ocaq üzvləri. Doğrudan da bugün Eldar İsmail yaşayır. Ona görə ki, siz dəyərli dostlar, ocaq dostları Eldar İsmaili yaşadırsınız. Başda Zöhrə xanım, ocağın rəhbəri, o cümlədən bunu həkk eləyən Bayraməli bəyə, hamınıza çoxlu böyük alqışlar düşür. Allah sizləri var eləsin. Mən Eldar İsmailin bir şeirini sizə oxumaq istəyirəm. Özüm yazmamışam, özünün şeirini oxumaq istəyirəm. Yəni, olmuşam şeiridir. Məni yanlış yola çəkmə. Məni yanlış yola çəkə bilməzsən. Həmişə el qəhri çəkən olmuşam. Zəhmətsiz bir loxma dadmamışam mən. Torpağa tər töküb əkən olmuşam. Rüzgar dəyişib, coşanda ümman. Tanrıya əl açıb, sormuşam aman. Fırtına başlayıb, qopanda tufan, tənha qayıqlara yelkən olmuşam. Ömrün az keçməyib, dağda qayada, gah atla keçmişəm, gah da piyada. Mənə bəs edərkən yoxsul bir oda, kiməsə təzə ev tikən olmuşam. Heç vaxt dəyirmanım dənsiz olmayıb, qismətim həmişə ləziz olmayıb. Əzizlənən könlüm əziz olmayıb, doğanaqdan keçən örkən olmuşam. Eldar İsmail'dir, soyum soyadım, Poladdan yoğrulub qartal qanadım. İçimdə köhlənib ahım, fəryadım, zamana söykənib məkan olmuşam. Ruşad olsun böyük üstadın, doğrudan da o elini, obasını, vətənini, yurdunu sevən böyük bir şair olubdur. Hələ biz 1982-ci ildə mən İrəvana təyinatla İrəvan Dövlət Dram Teatrında işləyəndə Cəfər Cabbarlı adına. Eldar İsmail bizə tez-tez baş çəkirdi bizim teatra. Çünki bizim teatrın həm mətbuatla əlaqəsi var idi, həm də bütün orada olan nə qədər olan bu saçmamazlıq var idi, onlar haqqında söz yığırdıq, söz toplayırdıq. O da gətirir, bizə çatdırırdı. Allah onu var eləsin. Doğrudan da o vaxtları deyirdik. Həmişə bizlə görüşə gələrdi. İndi də o burada yoxdur bu dünyada. O dünyada Allah onun rüzsünü bol eləsin. Allah onun
ömrünü həmişə yaşatsın. Çünki o yaşayır, yaşayacaqdır qəlbimizdə. Var olasınız. Hamınızı salamlayıram müqəddəs günün ilk günündə. Allah hamınızın dualarını qəbul etsin inşallah. İlk öncə Zöhrə xanıma, Bella xanıma təşəkkür edirəm. Bayram Əli bəyə təşəkkür edirəm bu gözəl günü qeyd etdiklərinə görə. Allah rəhmət eləsin Eldar İsmail Böyüktürkə. Onun ruhu həmişə şad olsun, həmişə yaşasın. Mən də çox vaxtınızı almaq istəmirəm. Rəhmətli üstadın bir şeirini oxumaq istəyirəm sizlər üçün. Yandırar məni. Yad daşı toxama vətəndaşına, bir çaxmaq çınqısı yandırar məni. Torpaq parça deyil, alver eyləmə, vergisi, alqısı yandırar məni. Soyumdan yazmaqda yada nə var ki, suyu bulandırar, qurda nə var ki, mən özüm sağ ikən burada nə var ki, özgənin qayğısı yandırar məni. Tarixdə 100 yara almış bir kəsəm, sözümü yerində deməyə bəsəm, yarama məlhəmi özüm etməsəm, yad əli sarğısı yandırar məni. Çölümdə tufan var, içimdə kürə, 1000 ildə ötüşsə qəniməm şərə, cəllada görə yox, satqına görə, Babəkin ağrısı yandırar məni. Mahnını zilə çək, yurttaşım zilə, şirinlik gör varmı bir dildə belə, ayrılıq etməsən 100 ildə belə, bu yurdun yanğısı yandırar məni. 1988-ci il Eldar İsmail. Allah rəhmət eləsin, ruhu şad olsun. Hamınıza can sağlığı arzu edirəm ki, rəhmətlik atamın, anamın həmkətlisi, Ağbulaqlı, Göyçəli, böyük şair Eldar İsmail Ulutürkün xatirəsini yaşadırsınız. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Hamınıza da can sağlığı arzu edirəm. Gələcək illərin Ramazanlarına çıxmağı arzu edirəm hamınıza. Sağ olun, var olun. Sağ olun. Teşekkür ederim. Allah sizin de ustad atanıza rahmet eylesin. Onlar bir yazıblar, bir yaradıblar. Ustadların ruhu şad olsun. Kazakistan'dan Zülfiye Hanım koşulup, Zülfiye Hanım da bize bir yıl önce koşulup ama o da çok sadakatli hanımdı, dostu, yoldaştı. Bugün o da Kazakistan'dan koşulup. Buyursun Zülfiye Hanım'ı dinleyek. Zöhrə xanım, Könül xanım da qoşulub. Könül, sən ekranda düz otur. Mən skrin eləyirəm telefonu, şəkilləri. Özünüzü kamerada görün. Herkesi salamlayıram mən uzaq Qazaxıstandan. Ramazan bayramınız mübarək olsun. Mən bu ocağa qoşulan gündən həqiqətən də özümü bir doğma isti yuva tapmışam. Mən Eldar İsmail şairimizi tanımırdım. Həqiqətən də bu ocağa qoşulan günü Zöhrə xanım mənə Zöhrə xanıma dedim ki, o nə ocaqda İsmail Böyüktürkün ocağıdır. Mən də gəldim YouTube'da araşdırdım, baxdım, şeirlərini oxudum, haqqında oxudum. Həqiqətən çox dəyərli şairimiz var. Zöhrə xanım bunu hər gündə, hər saatda canlı yaşadır. Ona görə də insan gərək sağlığında özünə hörmət qazansın. Deməli, bu dəqiqədə dəyərli şair olub ki, özünə hörməti bütün eldə, qardaş Türkiyədə, hər yerdə qazanıbdır. Hər gündə insanı, rəhmətə gedən insanı canlı yaşatmaq böyük şərəfdir. Bu şərəfi də Zöhrə xanım qazanıbdır. Hər gündə canlı bunu yaşadır. Mən Zöhrə xanıma can sağlığı diləyirəm. Mən bu ocaq üzvlərində elə bir doğmalıq tapmışam. Hər birinə can sağlığı diləyirəm. Ustada rəhmət diləyirəm. Ustadın bir şeirini mən Zöhrə xanım göndərmişdi. Mən istəyərəm ki, onu səsləndirəm. Buyur. Təbib mərhəmətsiz, dərman yararsız, dərdin son ucunu kimə deyəsən? Məhəbbət atəşli, canan ilqarsız, möhnətin gücünü kimə deyəsən? Dəhşətdir insanı insan duymasa, nə deyim?
Ne diyeyim, qəhvəni ümman duymasa, gönüldən keçəni zaman duymasa, tezini, gecini kimə deyəsən? Tanımaq asan mı canı yananı? Can gen günün dostları dar gündə hanı? Əsl saxtakarlıq alıb hər yanı, qəlbinin içini kimə deyəsən? Eldar, damaq oddur, yanan tamahkar, həqiqi haqsızlıqdan danan tamahkar, hakim ədalətsiz, suçsuz, günahkar, qatilin suçunu kimə deyəsən? Allah ustada rəhmət eləsin. Allah sizə də can sağlığı versin Zöhrə xanım. Sağ olun, var olun Zühre Hanım, sağ olun. Teşekkür Hər ederim. birinize can sağlığı diləyirəm. Var Sağ olun. olasınız, var olasınız. Könül Hanım'a söz verək. Könül İbrahim Soy. Axşamınız xeyir olsun. Eldar İsmail Ocağı Axşamınız xeyirli. xeyir. Hər birinizi salamlayıram əvvəla. Geciksəm də üzrlü sayın çünki vaxtı mən 21-nə yadımda qalmışdı. Nə yaxşı ki, açdım qrupu, gördüm başlayıb. Mən Eldar İsmail Ocağına gəlməyimdən, həqiqətən, Eldar İsmaili sağ vaxtında tanımadığımdan peşmanam, amma Eldar İsmail Ocağına gələndən onu tanıdıqca, hər gün Zöhrə xanım bir şeirini atır, onu oxuduqca mən elə bil ki, o qədər, məsələn, demişəm ki, dəfələrlə demişəm ki, kəşki bu insanı mən sağlığında tanıyardım. Bu insanı hər şeirini oxuduqca o şeiri ilə böyüdü. O şeirlə həqiqətən o, nəyə görə o böyük türk adını qazanıb, nəyə görə o böyüklük adını qazanıb, nəyə görə o zirvədədir. O şeirləri özü anlatır. Mən onu heç, nətər deyim, haqqında oxumasam belə, məlumat almasam belə, artıq onun şeirləri özünü göstərir ki, bu insan hansı zirvədə olub. İnsanın hansı zirvədə olaraq yenə də amma sadəliyinlə, amma xalqın içində olmaqla, amma insanlara sevgisi ilə, məhəbbəti ilə, düzgün fikir yürütməyi ilə, hadisələrə real baxışı ilə, hər bir mövzuya, hər bir hadisəyə öz real baxışını qoyub o şeirlərdə və o, inanın ki, bir məktəbdir. Həqiqətən bir məktəbdir. İndi siz bəlkə də tanış kimi, yaxın kimi onu özünüzdə götürürsünüz, üstünlüklərini görürsünüz. Amma mən onu tanımadan ancaq şeirləri ilə mən belə görmüşəm. İndi icazə versəniz, mən də onun nə yaşadım, Eldar kimi yaşadım şeirini səsləndirim. Ruhu şad olsun Eldar İsmailin. Keşməkeşli bir ömrə qoşuldum. Qəmi söküb, soğuk sevincimə tuş oldum. Yaydan ötüb payız oldum, qış oldum. Qışımı da bahar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Ürək verdim ürəyimin oduna. Əyilmədim vəzifələr adına. Vələs olub çevrilmədim oduna. Palıd kimi, çınar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. El təsirin şərəf şana vermədim. Namus qədər uca zirvə görmədim. Cildən cildə, dondan dona girmədim. Başı qarlı dağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Dedilər ki, talayanlar qazandı. Qazan dibi, yalayanlar qazandı. Quyruğunu bulayanlar qazandı. Əyilməyən vüqar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Qədərsizi nə sən danla, nə danlan. Uzaq gəzdim saxtakardan, nadandan. Badalaq da udandan, yaltaq dostdan kənar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Yad daşını sinəm ilə götürdüm. Öz dərdimi öz işimə ötürdüm. Vətən adlı cənnətimi itirdim. İllər boyu ağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Hayli şüylü, uzun şöhrət gəzmədim. Harın gördüm, ədasına dözmədim. Yad bağından, yad çəyi üzmədim. Bəhrə verən bağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Hər yerişim addım addım soruldu. Gülüşümə dar ağacı quruldu. Türk deyəndə şah damarım vuruldu. Yenilmədim. Sağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Haqsızlığı öz kürəmdə əritdim. Gah dilbəmdə, gah kərəmdə əritdim. Hər misramı saz kürəmdə əritdim. Çaya döndüm. Çağlar kimi yaşadım. Ne yaşadım? Eldar kimi yaşadım. Az olmadı səs verənim səsimə.
Düz demədim öz səhvimə, tərsimə, qul olmadım tamahıma, nəfsimə. Yol göstərən zəvvar kimi yaşadım. Nə yaşadım? Eldar kimi yaşadım. Keşməkeşli bir ömrə qoşuldum. Qəmis olub sevincimə tuş oldum. Yaydan ötdü, payız oldum, qış oldum. Qışımı da bahar kimi yaşadım. Nə yaşadım? Eldar kimi yaşadım. Mən Teşekkür ederim Könül Hanım. Var olasınız. çox gözəldir. Sevil Mən Hanım də sizə təşəkkür qoşulabilir. edirəm. Yer yoxdur. Buyurun. Buyurun Sevil Hanım. O çünkü grupa qoşulandan sonra linki attı. Ona görə deyib yoxdur. Bax, Yaxşı. olduğu Buyurun. Buyurun səsinizi eşidim. Mən sizin hər birinizi görürəm, dinləyirəm hər birinizi. Bu gözəl çıxışlarda hər birinizi salamlayıram. Mənə elə gəlir ki, belə xanım, bu link Ne bilirsin baba sen onlara məlumatı bilirsin. Onu da gelen sorsun. Öz dedi. Elmira Hanım girmeyin arana. Benim adımı. mən dinləyirsiniz mi gözəllər, bəylərimiz, xanımlarımız? Dinleyirik. Mən hər birinizi salamlayıram. Bu axşam, bu əziz gündə hər birimizin bu ayımız, günümüz, ilimiz xeyirli uğurlu gəlsin. Eldar müəllim sağlığında xeyirxah bir insan olub. Elə kitablarda da, yazılan şeirlərdə də, həsr olunan şeirlərdə də həqiqətən bir həmvətənpərvər, həm də xeyirxah bir insan olduğu üçün bugünkü onun anım günündə gözəl bir gün təsadüf edildi. Mən Zöhrə xanım başda olmaqla bütün qrup üzvlərimizi salamlayıram. Çox təşəkkür edirəm ki, həqiqətən bu 5 ildə çox uğurlarımız oldu, çox gözəlliklər oldu. Çox yaxından bir-birimizi yaxşı tanıdıq. Bayraməli bəyə də təşəkkür edirik ki, bu gözəl günləri lentə alır. Hər birinizə can sağlığı, uzun ömür, xoş günlər arzu edirəm. Allah Eldar müəllimə də qəni-qəni rəhmət eləsin. Var olun, sağ olun. Allah sizlərə can sağlığı versin. Melekler yerlerden ay üzecek beni. Melekler yerlerden ay üzecek beni. Uçurup göylerden ay canan üzecek beni. Uçurup göylerden ay balam üzecek beni, üzecek beni. Bir dostun gözlerin ay gezecek beni. Bir dostun gözlerin ay gezecek beni. Bir gün bu dünyadan ay balam ben olmayam da. Bir gün bu dünyadan ay canım ben olmayam da, ben olmayam da. Yanan ellerimi al ellerine. Yanan ellerimi al ellerine. Çekip imtihana ay canım gitme derine.
Çekip imtihana ay canım, gitme derim, gitme derim. Peşman olacaksan ey emellerine, peşman olacaksan ey emellerine. Bir gün bu dünyadan ay güzel, ben olmayan var. Bir gün bu dünyadan ay sonam, ben olmayan da, ben olmayan da. Şimşek oynayacak ey, tut çalayacak. Şimşek oynayacak ey, tut çalayacak. Yerlerin sirini ay canım, göy saklayacak. Yerlerin sirini ay gülüm, göy saklayacak. Ay aman aman, derdim yaman. Bir güzel hamıdan ey, çok ağlayacak. Bir güzel hamıdan ey, çok ağlayacak. Bir gün bu dünyadan ay balam, ben olmayandan. Bir gün bu dünyadan ay dostlar, ben olmayandan, ben olmayandan. Dünyada köz koyan ey, sönmez ocağım. Dünyada köz koyan ey, sönmez ocağım. Ne kadar izin var ay eller, hemişe sağlam. Ne kadar izin var ay dostlar, hemişe sağlam, hemişe sağlam. Kiminse kalbinden ey, yaşayacağım. Kiminse kalbinden ey, yaşayacağım. Bir gün bu dünyadan ey, ben olmayandan. Bir gün bu dünyadan ay dostlar, ben olmayandan, ben olmayandan. Deyim, deyim, deyim ey, saza derdimi. Deyim, deyim, deyim ey, saza derdimi. Belki tarihlere ay balam, ya da derdimi. Belki tarihlere ay dostlarım, ya da derdimi, ya da derdimi. Dostlar, biraz görüntülü olmadı ama əsas mən sizi görürəmsə böyükdür. Mən hər birinizə təşəkkür edirəm. Allah Eldar müəllimə rəhmət eləsin. Həqiqətən də böyük birlikdir. Mənim istəyim, arzum həmişə bax bu gözəllikləri bir yerdə qarşılayağın. Həm anım günü, həm doğum günü, həm xoş günümüz. Mən elə bu gün öz-özümə düşündüm ki, əziz dostlar, Allah qoysa
Bir gün də Eldar müəllim üçün bir gözəl bir tədbir düzənləyərik. Onun şeirlərindən hazırlanmış bir proqram hazırlayarıq. Eldar Ocağı'nın bütün üzvləri orada gözəl sözünü deyər. Elə səhnələrin, böyük səhnələrin birində. Təşəkkür edirəm dostlar. İnşallah, inşallah. Çox sağ olun. Bizim Əzzə xanım da səhərdən gözləyir. Mən istəyirəm sözü Əzzə xanıma verək. Buyurun Əzzə xanım. Salam, axşamınız xeyir olsun dəyərli dostlar. Xoş gördük hər birinizi Eldar müəllimin işığında bu gecədə, bu xatirə gecəsində hər birinizi xoş gördük. Yaxından uzaqdan qoşulan dəyərli dostlar. Sizi dinlədikcə bir dinləyici kimi xəyallandım. Eldar müəllimin ruh dünyasına, onun yaratdığı əsərlərə qanatlandım. Onun doğulduğu Göyçə mahalına qanatlandım. Və onun yazdığı əsərlər doğrudan da bugünün mövzusudur. Düzdür, o torpaqların azad olunmasını görmədi. Ancaq inşallah ki, onun nəvələri, nəticələri, kötücələri görəcək o torpağın azadlığına. Ömrü boyu azadlıqdan, torpağın itkisindən, torpağın yanğısından yazan və bugün də onun şeirləri dillər əzbəri olan bir şairi unutmaq olmaz. Və bugün də onun adına düzənlənmiş Eldar Ocağı'nın bütün üzvləri ki, burada cəmləşiblər, onun adını, xatirə gecəsini yad edirlər. Bu özü böyük bir anlamdır, böyük bir, necə deyim, böyük bir işdir. O yüzden də mən Zöhrə xanıma, Beyra xanıma, əməyi keçən bütün insanların hər birinə təşəkkürümü bildirirəm ki, elə baharda doğulan və baharda da dünyasını dəyişən Eldar İsmailə mən ruhu behişt olsun deyirəm, məkanı cənnət olsun deyirəm. Doğrudan da bu baharlı, küləkli, biraz dumanlı havalarda Eldar müəllimin sanki ruhu canlanır, ruhu gəlir. Çünki o bahar adamıdır. Onun ovqatında, onun ruhunda, onun şeirlərində, onun yaradıcılığında həmişə bahar ovqatı olubdur hər zaman. O yüzden də o həmişə yaşayacaqdır, o həmişə xatırlanacaq. O torpağa düşəndən kimi, nə vaxtsa o torpağa bitəcək və torpağa bastırılıb birdən kimi, nə vaxtsa bitəcək və ağ atın belində o torpaqlara qayıdacaq. Və Ulu Göyçə de yatanlar ayılsın kitabından istəyirəm ki, ruhu şad olsun, bir-iki bənd oxuyum. Ulu Göyçə, Oğuzların baş evi, dış Oğuzun qaya evi, daş evi, Xaqanların yaylaq evi, qış evi, biz gəlincə bu hesabı unutma, ilk sualı, son cavabı unutma. Ulu Göyçə, haqsızlığı götürməz, belə torpaq yad toxumu bitirməz, Türkün oğlu türklüyünü itirməz. Bir də gördün, köhlən üstə qayıtdı, nərə çəkdi, Oğuzları ayıltdı. Ulu Göyçə, hər obadan bir xəbər, Zəngəzurdan, Ağbabadan bir xəbər. Zəngibasar torpağında qəm kədər, hər mahala yeni adlar yazılır. O torpaqdan izlərimiz qazılır. Şəralı var taleyində Göyçənin, əksilmədi baş üstündən Göyçənin, nəsib kimi ərənlərin var sənin. Hər yarana məlhəm olar bu loğman, nə vaxt olsa səni bular bu loğman. Ulu Göyçə, bəxtin gülər darıxma, Əmir Teymur bir gün gələr darıxma, hesab çəkər, bölgü bölər darıxma. Qara Yusif, Fatih Sultan görünər, bu torpaqdan qara divlər kürünər. Sultan Səlim bir Fatihdir öyən çox, Əmir Teymur zindanına döyən çox, gen ayaqda mənəm deyən çox, darda sultan, darda əmir gərəkdir, Əmir sultan, sultan əmir deməkdir. Əmir sultan, sultan əmir deməkdir. Mən inanıram ki, torpağa dən kimi bastırılan Eldar İsmail ruhu düzələcək nə vaxtsa. Bayaq dediyim kimi, ağatın belində o torpaqlara qayıdacaq, o həsrətində olduğu Göyçəsinə qovuşacaq. Və mən dəyərli dostları bir-bir dinlədikcə, elə onun ruhuna deyilən şeirlər də, ona yazılan şeirlər də məni elə ofsunladı. Çox təşəkkür edirəm hər birinizə. Mən də onun ruhuna yazdığım şeirlərin birini səsləndirməklə vəzifəmi bitmiş hesab eləmirəm. Biz ona çox borçluyuq. İnşallah ki, onun əsərləri haqqında da mən yazılar yazacağam. Birini yazmışam. Təəssüflər olsun ki, hazırlayıb tam çıxarda bilmədim ortaya.
qaralamasını yazmışam. İnşallah ki ortaya çıxar. Arzulara qanad açdın, günəş kimi şəfəq saçdın. Misra-misra doğmalaşdın, könüllərdə közün qaldı, özün getdin, sözün qaldı. Gül çiçəkli yal açdığın, uşaq vaxtı dolaşdığın, qarış-qarış dırmaşdığın yamaçlarda dizin qaldı, özün getdin, sözün qaldı. Vətən dedin, yandı dilin, sevən oldu göyçə gölün, yad əllərdə oban, elin, dağın, dərən düzün qaldı, özün getdin, sözün qaldı. Neçə dərdə sinə gərib, kədərindən şeir dərib, şəkillərdən qərib-qərib, gülümsəyən üzün qaldı, özün getdin, sözün qaldı. Kərvan gedər öz yolunda, büdrəmədin düz yolunda, bu dünyanın söz yolunda öz ləfirin izin qaldı, özün getdin, sözün qaldı, özün getdin, sözün qaldı. O özü də getmədi, özü də buradadır, sözü də buradadır, şeiri də buradadır. O bizim cərgələrimizdədir. O bizimlə hər gün addımlayır və hər gün o Eldar ocağında onun adı çəkilirsə deməli, yaşayır Eldar. Eldarın şeirləri yaşayır, onun ruhu yaşayır, onun dostları hər zaman onun şeirlərini yaşadırlar. Zöhrə xanım, təşəkkür edirəm sizə bu gözəl axşamın, bu xatirə gecəsini təşkil etdiyinizə görə. Bunun özü də böyük bir işdir. Hər adam bacarmır. Mən sizə təşəkkür edirəm. Eldar Ocağının bütün üzvlərinə təşəkkür edirəm. Yaqub müəllimə, Banu xanıma, Füzuli qardaşıma, Firdovsi qardaşıma, Sevdə xanıma, Könül xanıma, görə bilmirəm, heç çoxunu, Surxay bəy buradadır deyir. Bayraməli bəyə təşəkkür edirəm, Beylə xanıma təşəkkür edirəm. Yəni, adlarını çəkə bilmədim, Rauf müəllimə, kimin adını çəkə bilmədim? Sağ olun, sağ olun. Üzr istəyirəm, adını çəkə bilmədiklərimin, çünki çoxunu görə bilmirəm. Mən onunla tiyinə işləyən, Təbib qəzetində işləyən dəyərli dostumuzu görürəm orada. Arif müəllim. Arif müəllim. Təşəkkür edirəm. Vaxtını sərf edib bayaqdan burada gözləyir, dinləyicilər dinləyir. Təşəkkür edirəm. Sədaqətli dostlar var olsunlar. Hər birinizə təşəkkür edirəm. Var olun dostlar. Gecəniz xeyrə qalsın. Sağ olun. Çox təşəkkür edirəm. Var olasınız. Əzzə xanım. Nə yaxşı Eldar müəllimin sizin kimi dəyərli dostları var. Ona dəyər verirsiniz. Çünki dəyərli adamlar dəyərliyə dəyər verə bilirlər. Bugün bizim sınıfımızda bizim oğlumuz Surxay Məhəmmədoğlu da iştirak edir. O da gözəl şairdir. Həm də dəyərli oxucudur. Eldar müəllimin şeirlərini sevə-sevə oxuyur. Onu dəyərləndirir. Dünəndən də narahatdır ki, mən gecikirəm, işlə əlaqədar necə olur, özünü nəhayət çatdırıbdır. Mən sözü gözəl oğlumuz Surxay Məhəmmədoğluna verirəm. Buyurun, Surxay müəllim. Axşamınız xeyir olsun. Mən də hər bizi salamlayıram. Can Azərbaycandan Türkiyəmizə qucaq dolusu salamlar göndərirəm. Bu işi görən Zöhrə xanım, siz başda olmaqla, Bayraməli hocamız başda olmaqla bütün hər bizə təşəkkür edirəm. Yəni, ustad sənətkarının ruhunu yaşadırıqsa, bu sizin əməyinizin, zəhmətinizin bəhrəsidir. Buna görə həm sizlərin önündə baş əyirəm, həm də ulu ustadın ruhu qarşısında baş əyirəm ki, nə mutlu bana türlər demişkən, bu ocağın bir üzvüyəm. Xoş mənim halıma ki, mən də sizin ailənin, bu ocağın bir üzvüyəm. Mən çox danışmayacağım, maşallah. Siz böyüklərimiz hər şeyi dediniz. Mənə də ancaq ustaddan bir şey demək qalacaq. Sağ olun, buyurun. Buna görə Zöhrə Hanım sizə təşəkkür edirəm ki, mənə də ustadın şeirini deməyə şərəfini nəsib eləmişsiniz. Şeirin adı bir şeiridir. Bu şeirin maraqlı tarixinə baxıram. Düz mənlə yaşıddır bu şeir. 44 yaşı var, mənim də 44 yaşım var. Bunun özü də bir xoşbəxtlik bəlkə də. Ömür adlanır. Sən sönəndə günəş tək sön. Gəlay kimi solma ömür. Tufan görmüş palıda dön. Veçsiz ulğun olma ömür. Din dilgəmin sazı kimi, yan kərəmin özü kimi, çıx özündən razı kimi, çox özündən razı kimi boş xəyala dalma ömür. Eniş yoxuş görüb bir yol, sən döşünə döymə bol bol.
Əməlinlə qiymətli ol, ucuz şöhrət alma, ömür. Ürəyini bağla elə, ayım, ilim, ötsün belə. Görəcəyim çoxdur hələ. Yarı yolda qoyma ömür. Yarı yolda qoyma ömür. Allah ustada rəhmət eləsin. Ruhu şad olsun. Sizlərin hər birinə də can sağlığı, uzun ömür versin. Mən də sizlərə baxım, fəxr edeyim. Sizlərin izi ilə iməkliyim. Söz sizdə. Çox sağ olun. Sağ Sağ olun, olun, sağ var olun. olun. Allah sizi qorusun. Dəyərli dostlar, mən istəyirəm ki, burada çıxış eləyən dostlar daha yəqin yoxdular. Sözü Bayraməli bəyə verəm. Bayraməli bəyə sonsuz təşəkkürlərim var. Bax, bu kitabın ərsəyə gəlməyində Eldar müəllim özü özünə heykəl qoysa da, bizim Bayraməli bəy də təzədəndən ona zülmətdə parlayan qılınc kitabını tərcümə eləməklə yeni bir heykəl ucatdı. Mən ona görə təşəkkür edirəm. Sonsuz ona minnətdarlığımı bildirirəm ki, heç kəsin eləyə bilmədiyini ocağımızda biz nə qədər cəhd eləmişik, nələrsə eləyək, hamıdan üstün işi Bayraməli bəy görüb. Bayraməli bəyə təşəkkür edirəm, ona can sağlığı arzulayıram. Qoy bizim bu qardaşlığımız, bu dostluğumuz, necə ki deyirik ki, bir millət, iki dövlət, bir millətik. Yox, mən elə bilirəm ki, elə bir dövlətik, bir millətik. Çünki biz o qədər qaynayıb qarışmışıq. Həm ürəklə, həm əməllə, həm arzu ilə, istəklə biz bir-birimizə birləşmişik. Ona görə mən sizin adınızdan, Eldar müəllimi sevənlər adından, Eldar müəllimin əzizləri, evlatları adından bir daha Bayraməli bəyə təşəkkür edirəm ki, Türk dünyası üçün bax, belə vacib bir əsərin ortaya gəlməsinə iş görüb, böyük əmək sərf eləyib. Çünki bu əsər Qərbi Azərbaycan həqiqətlərinin dünya tanıdılmasında, Türk dünyasına tanıdılmasında böyük bir vasitə olacaq. Çünki ermənilərin iç yüzünü bir daha açıb aşkar eləyəcək. Mən sözümü burada yekunlaşdırıram və sözü Bayraməli bəyə verirəm. Buyurun qardaş. Allah sizi var eləsin. Çox sağ olun Zöhrə xanım. Hər kəsi sayğı ilə salamlayıram. Türkiyədən hepinizə qucaq dolusu salamlar göndərirəm. Zöhrə xanımın o güzel sözləri məni çox qürurlandırdı. Çox sağ olun. Mən böyük bir iş yaptığıma inanmıram. Mən istəyirəm ki, Türk dünyasında hər kəs bir-birini tanısın, hər kəs bir-birini görsün, hər kəs bir-biriyle anlaşa bilsin. Eğer biz birbirimizle anlaşabilirsek bizim hedefimiz olan o birlik beraberliğimiz kurulacak. Bu da yani topla, tüfekle, kılıçla olmayacak. Bu kültürle olacak. Bu işte belə bu kitapların yazılmasıyla, şiirlerin okunmasıyla olacağına mən inanıram. Eğer bu kitabı çevirmemde biraz olsun Türklüğe bir faydam olduysa mən özümü çok bahtiyar ad edirəm. Çok bahtiyaram. Keşke Eldar İsmail'in o 50'ye yakın eseri var. Onlara elim çatabilse. Keşke onlarla da beraber onları da tercüme edebilsem. İnşallah zaman zaman şey olarsa bunları tercüme etmeye çalışacağım. Hatta Vakıf Rüstemov diye biriyle tanışmıştım Bakü'ye gelende. Onun da Dede Süleyman kitabını tercüme ettim, ona gönderdim. İnşallah o da gün ışığı görende Bakü'de o da gün ışığı görecek. İnşallah o da olar. Böylece Türk dünyası birbiriyle bu kitap şeyiyle anlaşıp Turan'a giden yolda devam edip gideriz. Kıymetli dostlar, zamanımız çok azdı. Benim 1,5 dakikam var. Biraz da üstadımız, böyüğümüz Eldar İsmail'den söz edecek olursak, yani deyirəm ki, bazı yazarlar var sadece hikaye anlatar. Ama Eldar İsmail Böyük Türk bir milletin hafızasını kitaplara koyuptu. Bir milletin yaşayışını kitaplara koyuptu. Ben okuduğum kitabından onu anladım. O milletin çəkdiklərini, yaşadıklarını koyuptu. Eldar İsmail Böyük Türk tarihin anlatıp, tarihi bir kuru vaka olarak anlatmayıptı.
Əsərlərində qaranlıq var ama qaranlığa da, qaramsarlığa da qarşıdır. Çünkü o zulümeti anlatırken bile ışığın olacağını bize gösteren bir yazardı. Zulmette parlayan kılıç da bu ışığı gösterir. Zulümün içinde bile ışığımız parlayır ve geleceğimizi bulacağımızı bize gösterir. Eldar'ın dili sadedir, vakurdu, kahramanlığı abartılı değil, inançlıdır. İnançlı bir kahramanlığı var. O yenilse bile eğilmez. Düşse bile umudunu yitirmez. Elə bir anlatısı var Eldar İsmail'in. Eldar geçmişi romantizme etmek için değil, geçmişten güç devşirmek için yazır. Onun metinlerinde tarih tozlu sayfalarda kalmış bir hatıra değil, yaşayan, konuşan ve bugünü şekillendiren bir iradedir. Okuyucu satırlar arasında